Allah mərhum Tahir Füzuliyə rəhmət eləsin. Allah rəhmət eləsin. Siz danışa-danışa mənim beynimdə mərhum Füzulinin bir beyti gəlir sözlə bağlı. Çünki Quran sözdən ibarətdir. Oxu əmri ilə başlayır. Bu da bir mənəvi zənginlikdir. Mən gözəl bir süfrə açdım, sözdən əhli aləmə. Onda min zövq artıran hər dürlü nemət düzmüşəm. Süfrəmə hər bir qonaq gəlsə xəcalət çəkmərəm. Fərqi yox, ya türkü gəlsin, ya ərəb, yaxud əcəm. Kim gəlir gəlsin, aparsın, hər nə istər xatiri. Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm. Quran-ı Kərimin bərəkətli ayın enişi söz ayıdır, sözün gəlişidir. Qəlbin səfalaşması ona görədir ki, cismimizi 11 ay qidalandırdıq. Artıq bu bir ayı biz ruhumuzla işləməliyik, ruhumuzun tərbiyəsini yaratmalıyıq. Ona görə qəlbimizin sarayını hazırlamaq lazımdır. Çünki söz sultanı əgər gəlirsə, qoy qəlbimizin sarayını hazırlayaq. Daşla deyil, divarlarla deyil, kərbizlərlə deyil, Allah kəlamı ilə, ədalətli sözlə, barışıq sözlə.